Biz bugün deməli Xanaca ilə Bilidil kəndinin arasında yoldayıq. Çox sağ olsun Xanaca cəmaatı. Bu yol üstündə işləyirlər. Yəni gələnlərə çaydan, çörəkdən verməklə beraber özü də fiziki qüvvə sərf edib işləyirlər. Mən yenə də Bilidil cəmaatına, Xanacaya, benim orada qohumlarım var, kendi orada. Çerez gəlir çıxır. Hala onlardan bir sas yoxdur. İnşallah olar. Xanüsün, İlham, Tahmirat. Bəli. Maşallah o qardaşlar. Ziyanlar. Ha, o qardaşlar deməli çox məşhurdular. Amma onların doğmaları burada olublar. Burada boya başa çatırlar. Bizim sasımıza sas versinlər. Bilidildə mənim talaba yoldaşım olub. İki adı var. Sadat Xan, bir də Ədalət. Onun bir dənə nəvəsi var. Onun sası gəlir Moskvadan, xaricdən, zaddan. Düzdür, Sadat Xanın oğlu müəyyən qədər yardım eləyib. Çox sağ olsun. Əgər mənim eşitsə, onun oğlanları herhalde özü biraz Bakıdadır deyərsən. Dəstək olsun. Mən ona öz salamımı buradan göndərirəm. Mən bütün Bilidil cəmaatına, yəni bu zonanın, bu ərazinin, bu Pornam ərazisində yaşayanlara bir daha müraciət edirəm. Bizə köməklik ediyor. Yəni o mənada dəstək olun, birləşək, köməkləşək. Vallahi indi biz də müəyyən yerlərdən gəlir. Müəyyən yerdə elə bu torpağın oğluyam. Məsələn, mən Gürdəsərdən gəlmişəm. Hacı Bakıdan gəlib. İqrar müəllim Bakıdan gəlib. Məndə Bakıdan gələnlər çox idi. Onlar o biri yolda indi bu dəqiqə. İndi mən özüm gəldim, burada baxdım, gördüm. Yəni bizim artıq o biri yol başa çatmaq üzrədir. Allahın köməkliyi ilə əgər hava şəraiti imkan versə, İnşallah. bunu axıra qədər çatdırarıq. İndi borcumuz da olsa, indi kredit var da, kredit götürmək olur. Amma mən istəyirəm ki, bizim el oğlanlarımız bizi qoymaz ki, kredit götürək. İnşallah. Allah Elşad qardaşımıza da can sağlığı versin. Amin. İndi balaca boyda olsa amma böyük iş görür. Ha, o ürəyi də böyükdür. Saat 3-də mənə səs atır. O belə oğuldan danışır. Gecə də yatmır. Yəni gecə də yatmır. Yəni bu bizim özümüzdə də bir həvəs oyadıb. Yəni bizə dəstək olur. Da indi yoldaşlardan kimin nə sözü var desin. Hacı buyur, hacı qonaqdır, hacı. Hə, hacı buyur. Mən də elimizin mərd oğullarını, burada yaşayan elə elimizin, bunlar hamısı elin bu başı olmaz. Elə Bilidil, Xanaca